Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bizim YouTube kanalımız artık 2 ildir faaliyet gösterir ve bizi izleyenler, bizim hemkarlarımız bəzi vaxtı bize müəyyən bir mövzu barəsində bir video rolik hazırlamamızı xahiş edirlər. Bugünkü mövzunu bizim yaxın hemkarlarımızdan biri bu mövzunu işıqlandırmaq üçün bizə müraciət etdi ve biz de özümüzə borc bilib bu mövzuda bir video rolik çekmeye karar aldı. Mövzu nədəndir? Məlum məsələdir ki, son illər demək olar ki, təzə təmir edilən evlərdə və yaxud təzə tikilən evlərdə hər bir otaq üçün, hər bir deyək ki, kondisioner üçün ayrı-ayrılıqda bir avtomat qoyulur. Ümumiyyətlə, elektrik avtomatları nə üçündür? Durumdan asılı olaraq hansı seriyalardan istifadə etmək lazımdır? Yəni, konkret olaraq kondisioner üçün hansını istifadə etmək lazım gəlir? Biz əvvəlcə bir qədər, azacıq da olsa bir məlumat verək ki, demək, nominallar necə olur? 3 amper, 10 amper, 16, 20, 25, 32, 40, 50 və 63. Bütün bu deməli, avtomatlardan adi evlərdə istifadə olunur. Yəni, evin gücündən asılı olaraq, evdə olan cihazların ümumi gücündən asılı olaraq bu, demək, amperajların hər hansı biri seçilir. Bu gücün biri seçilir. Amma biz bilirik ki, hər bir avtomatın üzərində müəyyən bir hərflər və eyni zamanda da onun gücü göstərilir. Məsələn, bu hərfləri biz görə bilirik. A, yarım keçiricilər üçün nəzərdə tutulmuş. B, 5-20 saniyədə ərzində deməli söndürül ata bilən. C 10 saniye sonra, D 10 saniye ərzində və KZ də var ki, bunlar da elektron və induktiv cihazlar üçün nəzərdə tutulmuşdur. Burada bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Məlum məsələdir ki, kondisionerlərin içərisində asinxron mühərriklər var və biz yenə də bilirik ki, asinxron mühərriklərin işə düşməsi üçün böyük bir miqdarda puskavoy tok adlandırdığımız hamımızın bildiği bir cəryan şiddəti lazımdır. Yəni, onun öz yediği nominal cəryan şiddətindən bir neçə dəfə artıq bir cəryan şiddəti lazımdır ki, həmən asinxron mühərrik işə düşə bilsin. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər biz, əlbəttə ki, biz gərək A deyil, B və C avtomatlarından istifadə eləmək. Kondisioner üçün ya B-dən ya C-dən istifadə etmək məsləhət görülür. Niyə görə A deyil? Ona görə ki, A çox qısa bir zamanda söndürüldüyünə görə biz hər dəfə kondisionerin söndürüldüyünü görə bilərik. Bu səbəbdən A-dan kesinlikle istifadə etmirik. İstifadə edəcəyimiz B və C-dir. Ümumiyyətlə, kondisionerə avtomat lazımdırmı? B də lazımdır. Niyə lazımdır? Ona görə ki, bəzi vaxtı kondisionerin içərisində müəyyən işlərin görülməsinə ehtiyac olur. Və bu zaman avtomata ehtiyac olur. Və yaxud kondisionerin içərisində xüsusilə də kompresorun üzərində olan kontaktlarda qısa qapanma hadisəsi baş verə bilir. Bəzi vaxtı həddindən artıq isti olanda və orada oksidləşmə prosesi olanda şunur qırılır və korpusla deməli qapandırır. Qapandığına görə də biz avtomatı vuran kimi kondisioner işe düşür, ama kompresör işe düşəndə, kompresora elektrik cəryanı verilen kimi bizim avtomatımız açılır. Yəni, avtomatın atmasının bu formada olan səbəbi ilk növbədə qısa qapanma ola bilir. Bu səbəbdən, əgər belə bir hadisə ilə üzləşdiksə, dərhal kompresorun üzü açılmalı, baxılmalı. Ola bilər ki, orada şunur qırılmayıb, kompresor içindeki dolarla onun korpusu arasında irtibat var. Yani kısa kapanma var. Ama bəzən başka cür avtomatın atması da olur. Biz öz demək, ustalıq praktikamızda nə görmüşük? Kondisioner işe düşür. Kondisionerin istifadə elədiyi tok normaldır. Yani üzerinde ne kadar amper yazılıbsa o kadar da amper yiyir. Mesela 24 minlik cihazda 12 amperi yiyir. Ama bu cihaz üçün nəzərdə tutulmuş 25 amperlik avtomat kısa bir müddət sonra atır. Bu da artıq avtomatın özünün sıradan çıxması ilə əlaqədardır. Biz indi
bu avtomatların növlərindən danışacaq. Bəli, hörmətli həmkarlarım, bu avtomatlar 4 cür olur. Əsasən 4 cür olur. 2 kontaktlı, yəni bir giriş, bir çıxış. 4 kontaktlı, 2 giriş, 2 çıxış. 6 kontaktlı, 3 giriş, 3 çıxış və nəhayət 8 kontaktlı, 4 giriş, 4 çıxış. Bunların hər birinin özünün istifadə yeri vardır. Biz bilirik ki, bizim elektrik şitimizdə, yəni bizim evimizin içində yerləşən elektrik şitində neytral və yaxud biz onu nol adlandırırıq. Nol üçün ayrıca olaraq bir göy rəngində məftil seçilir və evimizdə gələn cihazların hər biri üçün ayrı-ayrı avtomatlar qoyulur. Və bu avtomatlar mütləq surətdə fazanın üzərində yerləşməlidir. Siz indi ekranlarınızda başımıza gələn bir hadisəni görürsünüz. Burada nə olmuşdu? Burada deməli elektrikin səhvi ucbatından avtomatlara faza deyil, nol birləşdirilmişdi. Yəni nötr birləşdirilmişdi. Və belə olanda da mənim köməkçim bütün avtomatları aşağı eləməsinə baxmayaraq məni orada elektrik cəryanı vurmuşdu. Amma bu şeyin ümumiyyətlə olmaması üçün başqa bir modifikasiyadan istifadə etmək məsləhət görülür. Burada 2 giriş, 2 çıxış olan avtomatlar nəzərdə tutulur. Belə avtomatlarda hər hansı bir qısa qapanma və yaxud hər hansı bir hadisə olduğu təqdirdə demək, avtomat atacaq və eyni zamanda da elektrik enerjisinin küçəyə və yaxud mənzilə verilməsi tam dayandırılacaqdır. Bəzi vaxt ola bilir ki, neytralda da müəyyən miqdarda elektrik enerjisi olsun. Deməli ki, evimizin, yəni bizim şitimizin içərisinə girən yerdə də ən azı bir ədəd 2 giriş, 2 çıxışı olan bir avtomatın qoyulması daha məqsədə uyğundur. Ki, yəni bu problemlər tamamilə olmasın. Və ən nəhayət 3 giriş, 3 çıxışı və 4 giriş, 4 çıxışı olan avtomatlardan danışaq ki, bu avtomatlarda deməli 3 fazalı kompresorların və digər deməli istifadə olunan cihazdan qoşulmağı xüsusi nəzərdə tutulur. Deməli, həmən 3 fazalıda hər hansı bir fazasında bir problem olarsa və yəni 3 fazanın deyək ki, bir fazasında bir qısa qapanma olarsa, o zaman dərhal həmən avtomat atacaqdır və bizim kondisionerimiz sönəcəkdir. Bundan sonra isə ustamızın gəlməsi və həmin problemi aradan qaldırması lazım gələcək. Və ən nəhayət 4 girişi, 4 çıxışı olan bir avtomat. Burada da demək, neytral da həmən demək, avtomata birləşdirilir və dolayısıyla bu daha bir modifikasiyasıdır. Bəs ümumiyyətlə kondisionerlər üçün bu avtomatlar seçilərkən nəyə diqqət vermək lazımdır? Yəni, müəyyən bir kondisioner üçün hansı gücdə avtomat qoyulmalıdır? Evdə istifadə olunan kondisionerlərdə hansı avtomatların qoyulması məsləhət görülür? Əvvəla biz bilməliyik ki, o kondisionerlər neçə amper cəryan şiddətini istifadə edirlər. 9000 butulu bir kondisioner təxminən 3,5, 4, 4-dən bir qədər çox deməli amper yeyirlər. 12000 butuluq isə təxminən 6 amper, 5,5-6 amperə qədər cəryan şiddətinə istifadə edir. Bu səbəbdən biz 2 dəfə artıq, yəni 10 amperlik bir avtomatı ora qoymamız məsləhət görülür. Eyni zamanda əgər bizim başqa bir cihazımız varsa, məsələn 18000 butuluq, yəni 50 kvadrat üçün nəzərdə tutulmuş bir kondisionerimiz varsa, o zaman təxminən 8-9 amper arasında cəryan şiddəti istifadə edir və bu kondisioner üstündə biz 16 amperlik bir avtomat qoymalıyıq. Və nəhayət bizim evlərimizdə nadir hallarda da olsa bəzi vaxt bir evə bir böyük kondisioner qoyulur. Yəni 24000 butulu bir kondisioner qoyulur, qapının üzərinə qoyulur və ya bir başqa yerə qoyulur. Onun fərqi yox. Amma yəni onlar da 12-13 amper arasında elektrik cəryan şiddəti yediklərinə görə burada 25 amperlik bir avtomatın qoyulmasına ehtiyac vardır. Burada bir məsələyə də qeyd etmək istəyirəm. Əgər bizim şitimizdə imkan varsa, biz giriş avtomatını 2 dənəlik qoymamız yaxşıdır. Yəni, həm nolun, həm fazanın birləşdirilməsi imkanı olan
yani iki giriş, iki çıxışı olan bir avtomatı qoymamız lazımdır. Amma bir məsələyə də diqqət yetirmək lazımdır ki, əgər biz bir evimizdə deyək ki, bir 24 minlik, bir 18 minlik, bir 12 minlik cihazımız varsa, biz bunları toplasaq, məsələn, nə qədər olar? Deyək ki, 12, üstünə 8 gələndə 20 amper, üstünə 6 gələndə artıq bu eləyir 26 amper. 26 amperidir. Yəni bundan başqa da bizim evimizdə başqa bir cihazlar da ola bilər. O zaman bizim giriş avtomatımız ya 50 amper ya da 63 amper olmalıdır ki, tez-tez elektrik kəsintiləri baş verməsin. Çünki biz bilirik ki, elektrik kəsintisi olarkən həmən insanın əhval-ruhiyyəsi dəyişilir. Biz elektrik enerjisini o qədər öyrəşmişik ki, onun bir saniyə belə kəsilməsini təhəmmül edə bilmirik. Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkürümü bildirirəm və burada bizə sual vermək istəyən həmkarlarımıza demək istəyirik ki, siz sual verməkdən çəkinməyin və ha vaxta qədər mən həyatdayam, sizin suallarınızı cavab verməkdən zövq duyacağam. Yəni, əgər hər hansı bir mövzuda yeni bir video görmək istəyirsinizsə, o zaman mütləq bizə yazın, biz də inşallah o mövzuda bir video çəkək. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.